Salam uşaqlar, bugün mən kimyanın ilk mövzusu olan kimyanın ilkin anlayışları haqqında danışmaq istəyirəm. Deməli, ilk öncə kimya. Kimya nəyi öyrənir? Kimya maddələri öyrənir. Maddələr, onların xassələrini, tərkibini, quruluşunu, çevrilmələri öyrənən bir elmdir. Baxın, deyirəm kimya maddələri öyrənir. Yəni biz maddəyə baxanda maddənin hansı aqreqat halında olması, yəni bərk, maye, qaz və yaxud da onun sıxlığı, onun ərimə temperaturu, qaynama temperaturu, yəni xassələri və yaxud da onun quruluşu və yaxud da bir maddə digər maddə ilə reaksiyaya girib girməməsi, bax bunların hamısını öyrənən elm kimyadır. Və orta məktəbdə biz kimyanın 3 əsas bölməsini keçirik. Ümumi kimya, qeyri-üzvü kimya və üzvü kimya. Mən uşaqlara birinci ümumi kimya bölməsini keçirəm, sonra üzvü kimya, daha sonra isə qeyri-üzvü kimya. İndi bizim bugünkü ümumi kimya bölməsində kimyanın ilkin anlayışları haqqında danışacağam. Kimyanın dediyi ilkin anlayışlarında yeni maddələri öyrənilir, maddələrin xassələri. Belə ki, maddələr xassələrinə görə bir-birinə oxşaya bilər və yaxud da fərqlənə bilər. Ona görə də xassələr iki cür olur uşaqlar. Biri var fiziki xassələr, bir də var kimyəvi xassələr. Baxın yazıram. Xassə. Xassə iki cürdür. Biri var fiziki xassə. Bir də var kimyəvi xassə. Fiziki xassəyə maddənin aqreqat halı, yəni bərk, maye, qaz halında olması, rəngi, iyi, dadı, sıxlığı, istilik və elektrik keçiriciliyi, ərimə və qaynama temperaturu, donma temperaturu, bax bunların hamısı fiziki xassələrdir. Məsələn, deyək ki, su. Su H2O-dur. Deyirəm, bunun aqreqat halı nədir? Deyirsiniz ki, mayedir. Rəngi rəngsiz, iyi, iyisiz, dadı dadsız. Ərimə temperaturu deyirsiniz 100 dərəcədə əriyir, 0 dərəcədə donur. Bax, bu sadaladığım hamısı xüsusiyyətlər onun fiziki xassəsidir. Kimyəvi xassə isə maddənin digər maddələrlə reaksiyaya girib girməməsi nəzərdə tutulur. Məsələn, hidrogen qazının üzərinə biz oksigen qazı gəldikdə reaksiya nəticəsində su alınır. Burada hidrogen başqa bir maddədir, qazdır, oksigen də qazdır və reaksiyadan alınan su mayedir. Deməli, kimyəvi xassə maddənin digər maddələrlə reaksiyaya girib girməməsi nəzərdə tutulur. Dedik, maddələr 3 aqreqat halda olur. Bərk, maye və qaz. Bərk, maye, qaz arasında müəyyən proseslər ki var. Bərk, maye və qaz. Burada həmin bu prosesləri mən indi sadalayacağım. Birinci ərimə prosesi. Ərimə. Ərimə maddənin bərk haldan maye hala keçməsi nəzərdə tutulur. Məsələn, biz dondurucudan, soyuducudan buzu götürəndə, otaq temperaturuna qoyduqda temperaturun dəyişməsi nəticəsində buz əriyir və maye halını keçmiş olacaq. Buna misal göstərə bilərik əriməyə. İkinci var buxarlanma. Buxarlanma və yaxud da digər adı ilə deyə bilər qaynama. Buxarlanmaya məsələn deyirik ki, indi buxarlanma prosesi maddənin maye haldan qaz halına keçməsi nəzərdə tutulur. Buxarlanma prosesinə misal göstərə bilərik məsələn suyu. Deyirik ki, suyu biz çaydana tökdük və ocağın deməli təsir nəticəsində, yəni temperaturun təsir nəticəsində müəyyən vaxtdan sonra həmin bu çaydandan buxar şəklində qaz ayrılır. Deməli, maddə maye haldan qaz halına keçmiş olacaq. Üçüncü var kondensləşmə. Kondensləşmə maddənin qaz halından maye halına keçməsidir. Bu necə olur? Məsələn, kondisioner. Kondisioner əsasında yay aylarında biz istifadə edirik ki, otaq temperaturu isti olduğu üçün biz onu soyutmaq məqsədilə qoşuruq. İndi bəs necə olur ki, bu kondisioner həmin bu isti temperaturlu olan otağı soyudur? Bunun deməli burada bir mexanizmi var. Belə ki, həmin bu havanın tərkibində müxtəlif qazlar var. İstəyirsiniz mən bunu burada əlavə olaraq sizə qeyd edeyim. Əlavədir bu məlumat. Hava uşaqlar, tərkibində müxtəlif növ qazlar var. 78% azot qazı, 21% oksigen və 1% də uşaqlar təsirsiz qazlardır. Yəni helium, neon, argon, kripton, ksenon onları nəzərdə tuturam. İndi kondisioner nə edir? Həmin bu havanı elə hala salır ki, orada müəyyən bir iş prinsipə gedir. Görürsünüz ki, kondisionerin bir borusu var. Həmin bu çölə baxan borusundan görürsünüz damcı maddə su halında çıxır. Bəs bu su heç fikir vermişsiniz ki, necə oldu ki, həmin bu su hardan gəlir? Kondisionerin hansı hissəsindən gəlir? Niyə gəlir? Yəni, kondisionerin iş prinsipinə əsasən havanı o soyudur və qaz halında havanı maye halına keçirir. Həmin o damcı su halına keçirir. Baxın, bu da kondensləşmədir. Sonra uşaqlar var, dördüncü donma. Donma uşaqlar maddənin
deməli, maye haldan bərk hala keçməsi ilə nəzərdə tutulur. Belə ki, məsələn, biz müəyyən buzqablar ki var, isti yay aylarında suyu məsəl üçün belə isti içmirik, soyuq içirik, nə edirik? Həmin bu mayeni, yəni bu buzqablar var, ona əlavə etdikdə qoyuruq soyuducuya, həmin maye olur bərk halda buz. Bu da donmadır. 5-ci var, uşaqlar, sublimasiya. Sublimasiya maddənin bərk haldan qaz halına keçməsidir. Yəni, maddə birinci bərk haldan maye hala, sonra maye haldan qaz halına keçmir. Maddə bərk haldan birbaşa maye halına keçmədən, yəni qaz halına keçir. Buna misal göstəririk biz quru buzu. Belə ki, quru buz elə bir maddədir ki, o demək, otaq temperaturuna qoyulduqda, yəni o əsasən soyuducularda saxlanılır, soyuducudan çıxardıqda başqa bir mühitə quru buz düşdükdə, o bərk halda olan zaman ona görürük ki, biz buxar şəklində qaz ayrılır. Yəni, maye hala keçmədən həmin bu quru buz bərk haldan qaz halında buxar şəklində ayrılır. Bax, buna deyirik sublimasiya. Desublimasiya isə bunun əksinə olaraq maddənin qaz halından bərk halına keçməsi ilə nəzərdə tutulur. Bu da bizim proseslərimiz idi. Daha sonra bərk maye qaz istiqamətində nələr dəyişir? Onu indi öyrənək. Bərk, maye və qaz istiqamətində nələr dəyişir? Uşaqlar, deməli, bərk maddənin atomları bir-birinə sıx yerləşir. Sıx birləşir. Baxın, bu qədər sıxdır. Mayedə biraz aralarında məsafə var. Qazda isə ümumiyyətlə xaotikdir, nizamsızdır, hərəsi bir tərəfdədir. İndi deyirik ki, burada nə dəyişir? Moleküllər arası məsafə artır. Görürsünüz ki, baxın, bərk halda olanda moleküllər bir-birlərinə sıx birləşir. Maye halda biraz məsafə var aralarında. Baxın, bu qədər belə çəkirəm, burada məsafələr var. Hətta gəlin başqa qələmdən göstərin. Baxın, məsafə azdır. Amma ümumiyyətlə qazda hərəsi bir tərəfdədir və məsafə nə olur? Çoxalır. Deməli, bərk maye qaz istiqamətində getdikdə moleküllər arası məsafə artır. Sonra sıxlıqdan danışırıq. Deyirik ki, sıxlıq azalır. Amma istisna. İstisna buzun sıxlığı, istisnadır bu. Suyun sıxlığından kiçikdir. Nizamsızlıq artır, bəli. Çünki bərk halda maddələr bir-birlərinə sıx birləşiblər, nizamlı birləşib, maye halda biraz məsafədə, qazda ümumiyyətlə hərəsi bir tərəfdədir, yəni nizamsızdır. Daha sonra ümumi kütlə dəyişmir. Bu nə deməkdir uşaqlar? Məsələn, yenə suyu misal göstərirəm, H2O. Uşaqlar, H2O bərk halda deyirik buzdur. Maye halda içdiyimiz maye halda su, qaz halında da çaydanı qoyduq ocağa, orada buxar şəklində qaz ayrıldı. Bax, o da H2O-dur. Yəni, bərk halda buz olanda maye halda içdiyimiz su və buxar şəklində ayrılan qazın formulu H2O-dur. Onda onun ümumi kütləsi dəyişmir. Çünki H2O-nun kütləsi, suyun kütləsi 18-dir. İndi bu, bəzi uşaqlar ümumiyyətlə bilməyə bilər bu mövzuları ki, niyə suyun kütləsi 18 oldu? Bu da Emerin tapılma qaydasına əsasendir. Burada sizə bu Emer haqqında qısa bir məlumat verə bilərəm. Bilməyənlər də buradan öyrənə bilər. Daha sonra sıxlıq dediyi azalır, həcm artır. Amma istisna, buzun həcmi suyun həcmindən böyükdür. İndi gəlin mən bu hissələri əgər başa düşürsə, Emer haqqında danışım. Aha. Biri var Emir, bir də var Ayir. Emir nisbi molekul kütləsidir. Emir nisbi molekul kütləsidir. Ayir isə nisbi atom kütləsidir. İndi bunu uşaqlar bəzən qarışdırırlar ki, Emir nisbi molekul idi ya atom idi. Baxın, molekul M hərfindən başlayır, Emir də böyük M hərfindən başlayır. Atom və Ayir. Yəni, Emir nisbi molekul kütləsi, Ayir isə nisbi atom kütləsidir. Mən indi Emerin tərifini belə nəzəri şəkildə verməyəcəm. Bunu mən sizə bir nümunə şəklində izah edib, orada da tam belə başa düşəcəksiniz. Məsələn, deyirəm ki, Emir H2 SO4. Bunu Emerin hesablayaq. H2SO4 uşaqlar maddədir.
Və bu maddənin tərkibində görürsünüz ki, atomlar var. Hansı atomlar var? Hansı yeni elementləri görürsünüz? Belə deyim. Hidrogen elementini görürsünüz, kükürt və oksigen elementi. Hər bir elementin özünün atom kütləsi var, yəni ayırı var və bu ayır dəyişilmir. Yəni hidrogen ayırı həmişə 1-dir, kükürdün ayırı 32-dir, oksigen ayırı 16-dır. Və bunları bilsəz daha yaxşı olar. Bilməsəz də məsələlərdə, testlərdə verilir. Amma mən bilməyinizi daha çox məsləhət görürəm. Ola bilsin ki, bəzi testlərdə verilməyə də bilər. Amma yenə deyirəm, test toplarda var. Baxın, məsələn, ayır hidrogen 1-dir. Ayır kükürt 32-dir. Ayır oksigendəki 16-dır. Mən də sizə deyirəm ki, sulfat turşusunu gəlin emerini hesablayaq. Biz bunu necə eləyəcəyik? Uşaqlar, hidrogen atomundan say olaraq nə qədərdir? 2 dənədir. Hər bir elementin sayını vurursunuz ayırına və sonunda cəmləyirsiniz. 2 dənə hidrogen atomu var. 2-ni vurursunuz hidrogenin ayırına 1-ə. Üzərinə gəlirsiniz. 1 dənə kükürt atomu var. Əgər ki, indeksində, baxın, bu aşağıda indeksində, əmsalada bunların hamısını öyrədəcəm. Bu aşağı hissəsindəki bax rəqəmlər yazıram. Bax, bu 2-dir, 4-dür. Yəni, burada heç bir şey yoxdur. Yəni, 1 deməkdir. Bunlar indeksdir. Yəni, kükürddə nə qədər görürsünüz? Faktik olaraq 1 dənə. 1-i vurursunuz kükürdün ayırına 32-yə. Üzərinə gəlirsiniz. Oksigendən nə qədər görürsünüz? Baxın, sayını görürsünüz 4. 4-ü vurursunuz oksigenin ayırı 16-ya. Və sonunda cəmləyirsiniz. Yazırsınız 2, üzərinə gəlinsin 32, üzərinə gəlinsin 64 və buradan da cavab alınır 98. Məsələn, birini də nümunə göstərək. Məsələn, yazaq emir HNO3. Hidrogenin ayırı 1-dir. Azotun ayırı 14-dür. Oksigenin də ayırı 16-dır. Bir dənə hidrogen elementi görürsünüz. 1-i vurursunuz hidrogenin ayırına, yəni 1-ə. Üzərinə gəlirsiniz. Bir dənə azot görürsünüz. 1-i vurursunuz azotun ayırı 14-ə. Üzərinə gəlirsiniz. 3 dənə də oksigen atomu var. 3-ü vurursunuz 16-ya. Və buradan 1 üzərinə gəlinsin 14, üzərinə gəlinsin 48. Buradan da alınır ümumi cavab 63. Mən sizə emir haqqında yenə deyirəm. Burada bilməyənlər ən çox da burada öyrənə bilər bu emir haqqında. Bilənlər bu hissəni ümumiyyətlə biraz qabağa verib digər mövzunun ardına baxa bilər. Amma mən istəyirəm uşaqlar daha yaxşı baxsın. Bilməyənlər var, qoyub onlar da öyrənsinlər. Məsələn, emir uşaqlar. Natrium karbonat deyək. Ayır natrium 23'dür. Ayır karbon 12'dir. Və ayır oksigen 16'dır. Ayır oksigen. İndi nə qədər görürsünüz? Natriumun sayı nə qədərdir? 2 dənə. 2-ni vurursunuz. Natriumun ayırı 23'ə. Üzərinə gəlirsiniz. Karbondan 1 dənədir. 1-i vurursunuz. Karbonun ayırı 12'yə. Üzərinə gəlirsiniz. Oksigenin 3 dənədir. 3-ü vurursunuz. Oksigenin ayırı 16'ya. Bərabərdir. 46 üzərinə gəlinsin 12, üzərinə gəlinsin 48. O da edir 106. Deməli, ümumi olaraq natrium karbonatın emiri 106'dır. Bu da belə. Yəqin ki, başa düşmüsünüz. İndi mövzunun davamına keçirəm. Deməli, uşaqlar, maddələr bir neçə təsnifatı var əlamətlərinə görə. Məsələn, təbiətinə görə maddələr qeyri-üzvü və üzvü maddələr olur. Tərkibinə görə maddələr bəsit maddələr olur, mürəkkəb maddələr. Xassələrinin sabitliyinə görə saf və qarışıq maddələr olur. Aqreqat halına görə bərk, maye və qaz olur. Və elektrik keçiricinə görə elektrolitlər və qeyri-elektrolitlər olur. Deməli, mən dedim, xassələrinin sabitliyinə görə maddələr neçə cür olur? Saf maddələr, bir də qarışıq maddələr olur. Gəlin birinci danışaq saf maddələrdən. Saf maddələr. Saf maddələr nə deməkdir? Saf maddələr sabit fiziki xassələri olur. Baxın, fiziki xassələri mən bayaq öyrətdim. Fiziki xassələr hansılar idi? Ərimə temperaturu, qaynama temperaturu, sıxlıq, aqreqat hal, rəng, dadı, elektrik keçiriciliyi. Yəni, bunlar istilik keçiriciliyi, bunlar hamısı nə idi? Fiziki xassələrdir. İndi baxın, mən saf maddələrin tərifini verəndə sizə deyirəm ki, həmin bu xassələr, fiziki xassələr sabit olmalıdır. Yəni, sabit rəngi olmalıdır, sabit iyi olmalıdır, sabit dad olmalıdır. İndi mən bu cümləni deməklə sizə nə demək istəyirəm? Məsələn, H2O. H2O nədir uşaqlar? Sudur. Deyirəm ki, suyun rəngi Azərbaycanda rəngsizdirsə,
Amerikada qırmızı rəngdə deyil ki, və yaxud da mavi rəngdə deyil ki, orada da rəngsizdir. Və yaxud da su, əgər Azərbaycanda iyisizdirsə, dadsızdırsa, başqa yerdə də elədir. Və yaxud da suyun emeri, yəni onun kütləsi 18-dirsə, bu hər yerdə belədir. Ona görə deyirik ki, bu xassələr sabitdir. Və yaxud da su 0 dərəcədə donur, 100 dərəcədə qaynayırsa, bu da yenə bütün ölkələrdə, hər yerdə, istənilən bir yerdə asılı olmayaraq, onun xassəsi bu cür, həmişə belə olacaq. Bir də uşaqlar, saf maddələrin kimyəvi formulu var. Bu nə deməkdir? Baxın, mən dedim su. Suyun mən dedim formulu kimya dilində H2O-dur. Və yaxud da xörək duzu. Baxın, xörək duzunu mən Azərbaycan dilində yazdım. Bəs kimya dilində necə yazırıq? Natrium xlor, yəni onun formulu var. Və yaxud da, baxın, yazıram, sirkə turşusu. Yazıram CH3, COH. Məsələn, yazıram metan, CH4. Və yaxud da yazıram etil spirti. C2H5OH. Yəni, sözün qısası, saf maddələrdə biz kimya formul yaza bilirik. Məsələn, su dedim H2O, xörək duzu dedim natrium xlor, sirkə turşusu CH3COH. Yəni, onun mən əgər ki, formulu yaza bilirəmsə, deməli bu nədir? Saf maddədir. Məsələn, deyirəm hidrogen qazı. Deyirsən ki, H2 yazılır. Deməli, bu nədir? Saf maddədir. Bir də var qarışıq maddələr. Qarışıq maddələr, uşaqlar, kimyəvi formulu yazıla bilməyən maddələrdir. Və qarışıq maddələr 2 və ya daha çox saf maddənin birləşməsindən yaranır. Yazıram bura, qarışıq maddələr. Qarışıq maddələr dedik, kimyəvi formulu yoxdur və 2 və daha artıq saf maddədən ibarət olur. Qarışıqlar 2 cür olur. Bir var, eyni cinsli qarışıqlar. Bir də var, müxtəlif cinsli qarışıqlar. Eyni cinsli qarışıqların digər adı homogen qarışıqlar və yaxud da bir cinsli qarışıqlardır. Müxtəlif cinsli qarışıqların da digər adı heterogen qarışıqlardır. Baxın, eyni cinsli nədir, müxtəlif cinsli nədir? Məsələn, mən sizə deyirəm şəkər tozu su. Deyirəm ki, bu, yəni bir dənə qabın içərisində şəkər tozu və su məhlulu var. Ümumi məhlulumuz şəkər tozu və sudur. Deyirəm, bu sizcə uşaqlar eyni cinsli qarışıqdır, yoxsa müxtəlif cinsli qarışıqdır? Bunun cavabı necə olacaq? Siz yəni bunu belə necə bilərsiniz ki? Bunun tərifi belədir uşaqlar. Eyni cinsli qarışıqda biz, əgər ki, baxın, mən şəkər tozu su qarışığında şəkər tozunu suyun içərisində seçə bilirəm. Yəni, görürəm ki, bu suyun tərkibində şəkər tozu var. Məsələn, 2 dənə mən sizə qab vermişəm. Biri adi sudur, digəri isə şəkər tozu su məhluludur. Siz adi su içmək istəyirsiniz. Şəkər tozu su. Hardan biləcəksiniz ki, bunun tərkibində şəkər tozu var içmədən? Yəni, belə gözlə seçə bilirsiniz həmin o şəkər tozunun suyun içində. Yox. Deməli, bu eyni cinsli qarışıqdır, şəkər tozu su. Məsələn, mən sizə deyirəm qum su. Yenə 2 dənə qab var. Biri adi sudur, digərisi qumdan su qarışığıdır. Mən yenə deyirəm ki, siz içmədən adi su içməlisiniz, dadına baxmadan. Təbii ki, görəcəksiniz ki, qumla su olan qarışıqda qum suyun dibində çöküb. Deməli, mən onu axı gözümdən seçdim ki, bu qum bu suyun tərkibində var, yəni onu gözümdən ayırt edə bildim. Bu nə olacaq onda? Müxtəlif cinsli qarışıq. Yəni, sözün qısası, tərif necədir? Eyni cinsli qarışıqda maddələr bir-birlərində yaxşı həll olur. Ona görə də biz onları seçə bilmirik ki, bu hansı maddədir? Bunun içərisində var ya yoxdur. Məsələn, şəkər tozu su, xörək duzu su və yaxud da glikoza su, məsələn, misal olaraq. Və yaxud da eyni cinsli qarışıqları təkcə deyə bilərik hava. Məsələn, havanın dedim, bayaqları sizə bir nəzəri məlumat verdim. Dedim, 78% azot qaz var, 21% oksigen qaz var, 1% təsirsiz qaz var. Biz indi belə havaya baxanda gözümüzlə görürük ki, bunun tərkibində hansı qazlar var? Yox, təbii ki, yox. Ona görə də deyirəm, baxın, havadır, çuqun, polad, benzin, neft, kerosin, qazoil, liqroin, mazut, sonra deyək ki, məsələn, şəkər tozu su, ondan sonra, məsələn, xörək duzu su, etil spirti su. Yəni, mən hansı ki, onu gözümlə, adi gözümlə seçə bilmirəm, baxın, o eyni cinsli qarışıqdır. Amma müxtəlif cinsli qarışıqda isə, məsələn, mən sizə vermişəm yağ, su, belə bir qarışıq vermişəm. Siz görəcəksiniz ki, suyun üzərində sarı yağ təbəqəsi var. Onu təbii ki, içməyəcəksiniz. Deyəcəksiniz ki, bu mənim yağlı sudur. Deməli, onu mən gözümlə seçə bildim. Bu oldu müxtəlif cinsli qarışıq. Və yaxud da qum su, kükürt su, təbaşir su və yaxud da neft su, benzin su, liqroin su, kerosin su. Baxın, uşaqlar bunu bəzən qarışdırır. Təkcə benzin, yəni onun yanında su olmayan. Baxın, burada da qoy yazım.
Bunu uşaqlar bəzən qarışdırırlar. Eyni cinsli, baxın bir də müxtəlif cinsli. Bu neydi? Bir dəqiqə. Eyni cinsli və müxtəlif cinsli. Məsələn, dedim təkcə benzin. Baxın, bu təkcə benzin, liqroin. Təkcə benzin, liqroin, kerosin, qazoil, mazut. Bax, bunlar yalnız təkcə, yəni yanında heç bir şey olmasa, bu eyni cinslidir. Amma su və benzin desəm, su və liqroin desəm, su və mazut desəm, bu zaman, yəni yanında su varsa, müxtəlif cinslidir. Bunu qarışdırmayın. Uşaqlar, indi eyni cinsli qarışıqlarla müxtəlif cinsli qarışıqların ayrılması üsulları var. Bu haqda danışmaq istəyirəm. Demək, eyni cinsli qarışıqların 4 dənə ayrılma üsulu var. Baxın, buraya yazıram. Bu neydi axı? Eyni cinsli. Eyni cinsli qarışıqların 4 ayrılma üsulu var. Eyni cinsli qarışıqların 4 ayrılma üsulu var. Bunlar hansılardır? Buxarlanma, kristallaşdırma, distillə, xəttim biraz pisdir, və xromatoqrafiya. Deməli, buxarlanma. Buxarlanma uşaqlar qaynama temperaturunun müxtəlifinə əsaslanır. Baxın, mənim dediyim hər cümlə testdəki olan bir sualın cavabıdır. Nəyin müxtəlifinə əsaslanır buxarlanma? Qaynama. Qaynama temperaturunun müxtəlifinə əsaslanır. Bu nə deməkdir? Ümumiyyətlə, mən buxarlanma ilə nəyə aid edə bilərəm? Məsələn, şəkər tozu su. Xörək tozu su. Düşünün ki, bir qazançaya siz şəkər tozu su məhlulu ala bilməmisiniz və ocağa qoymuşsunuz. Müəyyən bir müddət keçdikdən sonra su buxar halında uçur, ümumiyyətlə orada su qalmır və şəkər tozu və yaxud da xörək tozu həmin o qazançanın dibində qalır. Mən bunu aid elədim buxarlama vasitəsilə. Və niyə qaynama temperaturu? Çünki mən onu ocağa qoymuşam və o su qaynayır, buxar halına keçdi. Deməli, bu hansı müxtəlifinə əsaslandı? Qaynama temperaturunun müxtəlifliyinə əsaslandı. Buxarlanma belə. Sonra gəldi kristallaşdırma. Kristallaşdırma da yenə şəkər tozu və deməli, xörək tozunu misal göstərə bilərik. Sadəcə kristallaşdırmada, necə ki, buxarlanma qaynama temperaturunun müxtəlifinə əsaslanırdı. Kristallaşdırma isə həll olma qabiliyyətinin müxtəlifinə əsaslanır. Həll olma qabiliyyətinin müxtəlifinə əsaslanır. Bu da belə. Sonra gəldik distillə. Distillə 2 dənə maye halda olan maddənin, 2 dənə maye halda olan, bir-birində yaxşı həll olan maye halda olan maddələr. Məsələn, distilliyə deyək ki, distilliyə misal göstərək. Etil spirti ilə su. Etil spirti və su. Bu zaman uşaqlar distillə prosesi necə işləyir? Bunu sileyim. Məsələn, distilliyə dedik etil spirti su. Burada bir dənə cihaz çəkeyim. Bu kolbanın deyək içərisində etil spirti var. Və su var. Bu da bir qabdır. Deməli, uşaqlar, ümumiyyətlə distillə yenə nəyin müxtəlifinə əsaslanır desək, yenə qaynama temperaturu müxtəlifinə əsaslanır. Niyə? Etil spirti, uşaqlar, 78-80 dərəcədə qaynayır. Amma su, bilirik ki, 100 dərəcədə qaynayır. Distillə birinci həmin bu məhlulda hansı ki maddənin ən aşağı
temperaturda qaynayırsa, birinci o ayrılır. Yəni indi etil spirtli su hansı ən aşağı temperaturda qaynayır? Etil spirti. Çünki etil spirti 78-80 dərəcədə qaynayır. Həmin bax o etil spirti gələcək bu birinci qaba. Birinci etil spirti ayrılacaq. Su da qalacaq burada. Və yaxud da ikinci bir qab götürəcəksiniz. Həmin bu su da 100 dərəcədə qaynayanda o da gələcək başqa bir qaba. Yəni siz bunu distilləni, 2 dənə mayyəni qaynama temperaturu müxtəlifinə əsasən ayırt elədiniz. Bir də var xromatografiya. Xromatografiya nədir uşaqlar? Xromatografiya bir maddənin başqa maddə səthində udulması və yaxud da ayrılmasıdır. Ona görə də baxın, burada udulma və ayrılma sözləri var. Kimya dilində udulma adsorpsiya deməkdir. Testlərə düşür. Yenə deyirəm, əsas mən testləri yazılmaqdan ötürü qaydaları daha çox belə deyirəm. Və desorpsiya. Yoxsa əslində burada ətraflı danışmalı çox şey var. Adsorpsiya udulmalıdır, desorpsiya isə ayrılmalıdır. Yəni testlərdə əsasən belə düşür. Xromatografiya haqqında. Daha sonra gəldik, bu encisli qarşıdan ayrılması üsulları oldu. Deməli, encisli qarşının neçə dənə ayrılma üsulu oldu? 4 dənə. Hansıları desəm? Deyirsiniz, buxarlanma, sonra kristallaşdırma, daha sonra distillə və xromatografiya. İndi gəldik müxtəlif cinsli qarşıların ayrılması üsulları. Müxtəlif cinsli qarşıların hansı ayrılma üsulları var? Süzmə, durultma və ya ayrıcı qıf, bir də makilə təsir etmə. Deməli, süzmə maddənin həll olma qabiliyyəti müxtəlifinə əsaslanır və süzməyə misal göstəririk qum və su. Uşaqlar, süzmədən danışıram. Deməli, bir dənə bərk maddə olmalıdır, bir dənə də maye halda olan maddə olmalıdır. Məsələn, kükürt su və yaxud da hər hansı bir çöküntü su, məsələn, barium isodor çöküntüsü və su, gil su, ağac kəpəyi su, yəni dəmir tozu su. Baxın, bunların hamısını dəmir tozu, baxın, fikir verin sözümə, dəmir tozu və su. Bu, süzmə ilə deməli, ayırt edilir. Daha sonra durultma və ayrıcı qıf. Gəlin, mən bu durultma və ayrıcı qıfın sizə şəklini çəkeyim. Durultma ayrıcı qıf nəyin müxtəlifinə əsaslanır desək, sıxlıq fərqinə əsaslanır. Niyə sıxlıq fərqi? Baxın, məsələn, deyirəm, yağ su məhluldur. Mən bunu durultma və yaxud da digər adını yenildirəm, ayrıcı qıf vasitəsindən ayırt edirəm. Və dedik, bu sıxlıq fərqinə əsaslanır. Baxın, məhlulda yağ su qarışığı verir. Yağın sıxlığı suyun sıxlığından az olduğu üçün yağ suyun üzərində yerləşəcək. Və mən bu kranı açıram. Kranı açanda birinci növbədə, baxın, altda su olduğu üçün su gələcək, bu qaba töküləcək damcı-damcı. Daha sonra növbə artıq bu gələcək yağa, baxın, burada yağa gəlir artıq növbə. Artıq mən bu kranı bağlayıram. Belə olan halda su olur qabda, yağ da olur bu ayrıcı qıf cihazında. Deməli, bu nəyə əsaslanır? Maddələrin sıxlıq fərqinə əsaslanır. Bu da oldu durultma və ayrıcı qıf. Daha sonra magnit təsir etmə. Uşaqlar, testlərdə magnit təsir etmədə dəmir, kobalt, nikel sözünü görürsünüzsə, bu magnit təsir etmədir. Məsələn, deyirəm, kobalt və qum qarışığı. Deyirsiniz, magnit təsir etmədir. Dəmirlə kükürt tozu. Deyirsiniz, magnit təsir etmədir. Aha, bu da belə. Ondan sonra enerjisi qarşıları müxtəlif, daha doğrusu saf maddələrlə qarışıq maddələr arasında fərqli və oxşar xüsusiyyətlərdən əslində fərqli xüsusiyyətlər saymaq lazımdır ki, uşaqlar tamamilə bilsin. Onsuz da oxşar xüsusiyyət burada yoxdur. Deməli, saf və qarışıqlar. Deməli, saf maddələrin dedik kimya formulu var. Məsələn, su, H2O-dur, yazıldı. Amma hava yazılmır. Çünki havanın formulu yoxdur. Ona görə hava qarışıqdır. Deyirik, yəni saf maddələrin kimya formulu var, amma qarışıq maddələrin kimya formulu yoxdur. Bu birinci fərqli əlamət. Sonra ikinci fərqli əlamət nədir? Saf maddələr birləşmə əmələ gətirən zaman öz xassəsini saxlamır. Bu nə deməkdir? Məsələn, hidrogen üzərinə gəlsin oksigen, alınır su. Hidrogen qazdır, oksigen qazdır, amma su mayedir. İki dənə qaz birləşdi, bir dənə maye əmələ gətirdi. Yəni xassəsini itirdi.
Amma qarışıqlarda elə deyil. Məsələn, mən bir qaba qum və su qarışığı tökmüşəmsə, bu qum bərk, su mayi haldadır, düzdürmü? Qum durub qasanını keçməyəcək ki. Yəni, nə tökmüşəmsə, elə də qalacaq. Mən onu demək istəyirəm. Aha, sonra üçüncü. Saf maddələrin tərkibi sabitdir. Yəni, onlar müəyyən kütlə nisbətində birləşirlər. Baxın, dedim H2O. H2O-da 2 dənə hidrogen atomu var, bir dənə də oksigen atomu var. Dedim ki, hidrogenin ayırı 1-dir, oksigenin də ayırı 16-dır. 2-ni vurursunuz, hidrogenin ayırı 1-ə 2-dir, oksigenin də ayırı 16-dır. 1-i vurdunuz 16-ya, o da oldu 16. Kütlə nisbəti nə deməkdir? Yəni, hidrogenin kütlə nisbəti ilə, bunları istəyirsiniz sileyim. Kütlə nisbəti nədir? Yəni, hidrogenin kütlə nisbəti ilə oksigenin kütlə nisbəti. Hidrogenin kütləsi neçə oldu? 2. Oksigenin kütləsi neçə oldu? 16. İxtisar gedəndə 1-in 8-ə nisbətidir. Deməli, suyun kütlə nisbətindən danışsaq 1-in 8-dir. Yəni, sabitdir. Kütlə nisbətidir. Var. Amma qarışıqlarda sabit kütlə nisbəti yoxdur. İstənilən kütlə nisbətidir. Mən istəsəm qumun kütləsini götürərəm. Məsələn, deyirəm ki, məsəl üçün, qum olmasın, ya da nə deyim, məsələn, yağ su olsun. Məsələn, belə deyim. Məsələn, suyu götürərəm 2 litr, yağı götürərəm 3 litr və yaxud da yağı götürərəm 1 litr, suyu götürərəm 5 litr. Yəni, bunun kütləsi istəniləndir. Çünki qarışıqdır. Amma safda elə deyil. Saf maddələr deməli sabit kütlə nisbətində olur. Daha sonra bu 3-cü fərqli əlamət. 4-cü fərqli əlamət, saf maddələr yalnız kimya proseslərin köməyi ilə ayırmaq olur, parçalamaq olur. Amma qarışıqlar isə yalnız fiziki üsullarla ayırmaq olur. Bu 4-cü fərqli əlamət. 5-ci isə saf maddələri istilik ayrılması və udulması müşahidə olunur. Yəni, onlar istilik ayıra da bilir, uda da bilir. Amma qarışıqlarda isə istilik ayrılması və udulması prosesi baş vermir. Bu da belə. Aha, uşaqlar, dedim mən, deməli, maddələr tərkibinə görə bəsit maddələr olur və mürəkkəb maddələr olur. Dedim, xassələrinin hesabına görə saf və qarışıq maddələr olur. Tərkibinə görə isə bəsit və mürəkkəb maddələr olur. Deməli, bəsit maddə nədir? Baxın, bəsit. Bəsit maddə eyni növ atomlardan ibarətdir. Eyni növ atomlardan ibarətdir. Məsələn, hidrogen. Hidrogen 2 dənə H atomu var. Oksigen 2 dənə oksigen atomu var. Və yaxud da brom 2 dənə brom. Yəni, eynidir. Başa. Və yaxud da say olaraq bir dənə də ola bilər. Litium, natrium, kalium, rubidium, sezium və yaxud da civə tək bir dənədirsə, bir dənə, bir atom, bir dənə say varsa, kaliumdan bir dənə, rubidiumdan bir dənə, bu da bəsit maddədir. Və yaxud da çox atomludursa, məsələn, deyək ki, məsəl üçün, kükürddən 8 dənə. Yəni, 8 dənə kükürd atomu var. Fərqli bir orada atom görmürsən. Onda bu nə olacaq? Bəsit maddə olacaq. Amma mürəkkəb maddə isə müxtəlif növ orada atomlar olması lazımdır. Məsələn, amonyak. Burada bir dənə azot atomu var. 3 dənə hidrogen atomu. Yəni, fərqli elementlərdir, fərqli atomlardır. Və yaxud H2SO4. 2 dənə hidrogen atomu var, 1 dənə kükürd atomu var, 4 dənə də oksigen atomu var. Hidrogen ayrı atomdur, kükürd ayrı atomdur, oksigen ayrı atomdur. Yəni, müxtəlif növ atomlardır. Bu da olur nə? Mürəkkəb maddələr. İndi saf maddə nədir? Bəsit maddələr. Bəsit maddələr özləri 2 yerə ayrılır. Metallar və qeyri-metallar. Bəsit maddələr 2 cür olur. Metal və qeyri-metal. Baxın, uşaqlar, metallar haqqında danışacağım. Metallar ümumiyyətlə bir atomludular, yəni litiumda, natriumda, kaliumda. Amma qeyri-metallar isə, baxın, bu fərqi unutmayın. Metallar, dedik, bir atomludular. Amma qeyri-metallar isə həm bir atomlu olur, həm də çox atomlu olur. Gəlin, birinci qeyri-metallar haqqında danışaq. Onsuz da qeyri-metalların hamısını bilsəz, yerdə qalanlar metaldır. Baxın, qeyri-metallardan dedim, bir atomlu olur, bir də çox atomlu olur. Qeyri-metal. Bir atomlu və çox atomlu.
Deməli, bir atomlu qaz halında olan maddələr var və bərk halında olan maddələr var. Qaz halında olan maddələr uşaqlar təsirsiz qazlara aiddir. Yəni onlara aiddir helium, neon, argon, kripton və ksenon. Bunlara təsirsiz qazlar da deyə bilərlər və yaxud da digər adı ilə nəcib qazlar da deyə bilərlər. Bir atomlu bərkə aiddir uşaqlar bor, karbon, silisium. Yəni baxın, bu sadaladığım təsirsiz qazlar, helium, neon, argon, kripton, ksenon və bərk halda olan bor, karbon, silisium bunlar qeyri-metaldırlar uşaqlar. Siz qeyri-metalları yenə deyirəm, hamısını bilsəniz, yerdə qalanlar metaldır. Çox atomlular 3 cür aqlət halda olur. Həm qaz halında, həm maye halda olur, həm də ki, bərk halda olur. Qaz halında məsələn oksigen O2, azot N2, flor 2, xlor 2. Baxın, qaz halında bunları misal göstərə bilərik. Maye halda brom 2. Bərk halda da fosfor P4, kükürt S8 və yod 2. Bunlar nə oldu? Qeyri-metallar. İndi məsələn, mən sizə deyirəm litium. Deyirəm litium metaldır ya qeyri-metaldır. Əgər ki, litium bu sadaladığım bu yazdıqlarımın içərisində yoxdursa, deməli bu litium nədir? Metaldır. Və yaxud da litium olmasın alüminium. Nə olacaq? Metal olacaq. Mis metaldır. Çünki bunun tərkibində yoxdur. Bu yazıların içərisində yoxdur. Xrom metaldır. Qızıl metaldır. Platin metaldır. Civə metaldır. Bu da belə. Yenə deyirəm, qeyri-metalları bu cür öyrənirsiniz. Deyirsiniz, qeyri-metallar bir atomlu olur, bir də çox atomlu olur. Bir atomlular qaz halında olur, bərk halında olur. Qaz halında təsirsiz qazlardır. Bərk halında bor, karbon və silisiumdur. Çox atomlar qaz halında maye halda və bərk halda olur. Qaz halında deyirsiniz, oksigen qazı, azot qazı, flor qazı, xlor qazı, maye halda brom maye haldadır. Bərkdəki fosfor P4, baxın, belə yazılır. Fosforu P təkcə yazmırsınız. Əyağında 4 yazmalısınız, indeks 4 yazmalısınız. P4, kükürt S8 və yod da yod 2 şəklində olmuş olacaq. Daha sonra metallarla qeyri-metallar haqqında deməli fərqli cəhətlərin öyrənək. Fərqli cəhətlərini burada müzakirə edək uşaqlar. Burada yazın metallar və qeyri-metallar arasında fərqli əlamətlər hansılardır? Deməli uşaqlar, metallar bərk haldadır. Bir dənə civədir ki, o maye haldadır. Yalnız civə maye haldadır. Yəni məsələn, kalium deyirik ki, bərk haldadır, seziumdur, rubidiumdur. Bunlar hamısı bərk haldadır. Bir dənə civədir ki, maye haldadır. Amma qeyri-metallar isə hər üç aqlət halda olur. Həm bərk olur, həm maye olur, həm də qaz olur. Amma metallardan hamısı bərkdir. Bir dənə istisnamız yenə deyirəm, civədir ki, o maye haldadır. Sonra metallar uşaqlar deyirik, metal parlaqlığına malikdirlər. Onlar istiliyi və elektriki yaxşı keçirirlər. Amma qeyri-metallar istiliyi pis keçirir, ümumiyyətlə də elektriki keçirmirlər. Və metallar plastikdirlər, döyülüb yaslanıla bilirlər, amma qeyri-metallar isə kövrəkdirlər. Qeyri-metallar deməli ki, metal parlaqlığına malik olmur, amma qeyri-metallardan yenə deyirəm, istisnalarımız hansılardır? Yod, deməli silisium, kristalik silisium. İndi bunu deyirəm, niyə kristalik silisium? Və qrafit. Qrafitdəki uşaqlar, indi buradan danışacağım, karbondur. Bunlar qeyri-metallar, metal parlaqlığına malik deyirlər. Yod, kristalik silisium və qrafitdən başqa digər qeyri-metallar metal parlaqlığına malik deyirlər. Yalnız baxın, bu üçüdür ki, yəni yod, kristalik silisium və qrafit. Bunlarda deməli metallıq var. Bunlarda metal parlaqlığı var. Geri qalan qeyri-metallarda yoxdur. Bu da belə. İndi mən dedim kristalik silisium. Baxın, indi allotropiya hadisəsindən danışıram. Burada indi başa düşəcəksiniz nə demək istəyirəm. Deməli uşaqlar, allotropiya nədir? Allotropiya deməli İki səbəbdən yaranır. Bir var, maddələrin kristal qəfəsinin quruluşunun müxtəlif olmasına görə. Bir də molekulda atom sayının müxtəlif olmasına görə. Baxın, atom sayının müxtəlif olmasına görə necə? Məsələn, ozon deyirəm. Ozon O3-dür. Oksigen isə O2-dir. Burada atom sayı 3-dür, burada 2-dir. Baxın, eyni oksigen atomudur. Amma say olaraq fərqlidir. Burada 3 olanda ozon olur, 2 olanda oksigen olur. Deməli, bu nədir? Allotropiyanı yaradan bir səbəbdir. Deməli, iki səbəbdən yaranır. Bir, maddələrin kristal qəfəsinin quruluşunun müxtəlif olmasına görə. Kristal qəfəsinin quruluşunun müxtəlif olmasına görə nə deməkdir? Baxın. Karbon, məsələn, allotropik şəkil dəyişmələri var. Hansılardır? Almazdır, qrafitdir,
fülleren və karbin. Bunların hamısı karbon atomundan yaranmışdır. Lakin onun kristal qəfəsi almazda bir başqadır, qrafitdə bir başqa, füllerəndə və karbində başqa cür quruluşda olduğuna görə, müxtəlif quruluşda olduğuna görə allotropiya hadisəsi yaranır. Və allotropiya hansı elementlərdə var? Bunları bilməlisiniz. Allotropiya uşaqlar, baxın, bunu belə yadda saxlayırsınız. Jobsiz. Yəni karbon, oksigen, fosfor, silisium və kükürt atomlarında var. Karbonun allotropik şəkil dəyişmələri hansılardır? Yazıram bura. Almaz. Sonra qrafit, fülleren və karbin və digər adı ilə duda his. Oksigen, biri var ozon, O3 halında yazılır, bir də var oksigen. O2 halında yazılır. Belə buradan xəttləri qoyum ki, qarışdırmayasınız. Fosfor, deməli var ağ fosfor, var qara fosfor, bir də var qırmızı fosfor. Silisium, amorf silisium var, bir də kristalik silisium var. Kristalik. Kürt də bir var plastik kürt, bir də, baxın, bunları əzbər bilməlisiniz. Bir də var kristalik kürt. Qarışdırmayın, qəşəng öyrənin. Bu da belə. Və bütün allotropik şəkil dəyişmələr bəsit maddələrdir. Niyə? Çünki onlar eyni növ atomlara təşkil olunub. Yəni, almaz karbon atomuna təşkil olunub. Qrafit karbon atomuna təşkil olunub. Məsələn, ozon deyirik ki, oksigendən 3 dənədir. Baxın, ozon bu deməkdir. Yəni, 3 dənə oksigen atomu var. Oksigen nə deməkdir? Yəni 2 dənə oksigen atomu var. Biz də dedik ki, bəsit maddələrin tərifini verəndə eyni növ atomlardan yaranmalıdır. Onda həmin bu allotropik şəkil dəyişimlər ki var, almaz, qrafit, fülleren, karbin, ozon, oksigen, bunlar nədirlər? Bəsit maddələrdir və yaxud da A, qara, qırmızı, fosfor digərləri. Bunlar bəsit maddələr, çünki onlar eyni növ atomlardan təşkil olunub. Aha. Uşaqlar, indi bir də var, testlərdə əsasına düşən nə var? Testlərdə deyir ki, hansı halda deməli, bəsit maddə kimi düşünülür, hansı halda isə kimyəvi element kimi düşünülür. Baxın, bu cümləmə fikir verin. Deməli, əgər bizə verilən element formulu yazıla bilən bir maddənin tərkibindədirsə, yəni saf maddənin tərkibindədirsə, bu zaman biz bu elementə kimyəvi element kimi baxacağıq. Yox, əgər verilən element qarışığın tərkibindədirsə, o zaman biz ona bəsit maddə kimi baxacağıq. Məsələn, deyirəm ki, azot nitrat turşusunun tərkibində. Azot N2-dir. Nitrat turşudakı saf maddədir. Formulu çünki yazıla bilir. HNO3-dür. Deməli, mənə verilən bu element faktiki burada var da, yəni saf maddənin tərkibində var. Deməli, mən bu azot elementinin nə kimi baxacam? Bəli, kimyəvi element kimi. Yenə deyirəm, əgər mənə verilən element saf maddənin tərifi nə idi? Yəni, formulu yazıla bilən, nitrat turşusunda formulu yazılır, HNO3. Onun tərkibindədirsə, bu zaman bu nədir? Kimyəvi elementdir. Və yaxud da bir dənə də misal göstərək. Kükürt, sulfat turşusunun tərkibində. Məsələn, kükürt dedik S-dir, S8. Sulfat turşusu H2SO4. Bunun formulu yazıla bilir. Yəni, bu deməli saf maddədir. Mənə verilən elementi, baxın, burada var da kükürt elementi var. Deməli, mən bu kükürt elementini necə baxacam? Kimyəvi element. Yəni, bir də deyirəm ki, məsələn, dəmir çubuğunun tərkibində. Uşaqlar, dəmir ferium elementidir.
Çuqun isə qarışıqdır. Qarışıq. Çünki onun formulu yoxdur. Deməli, mənə verilən element qarışığın tərkibindədirsə, o zaman bu elementə mən necə baxacam? Bəli, bəsit maddə. Və yaxud da birində yazaq. Məsələn, azot havanın tərkibində. Azot N2'dir. Hava da qarışıqdır. Mənə verilən element qarışığın tərkibindədir. O zaman bu elementə mən necə baxacam? Bəsit maddə. Düz deyirsiniz uşaqlar. İndi bir də həmin bu kimyada bəzi uşaqlar var, indi ola bilsin ki, əmsaldır, indeksi, bunları bilmirlər. Bunu bir asan izahını verim. Asan diagnoz özü də asandır. Məsələn, deyirəm ki, 5 mol H2O. Baxın uşaqlar, bu 5 var ha. Bu 5 mənə verilən molekulun maddənin əvvəlindədir və böyük yazılır. Baxın, bu əmsaldır. Əmsal həm də moldur, həm də həcmdir, həm də molekul sayıdır. Yəni, bu 5 həm əmsaldır, həm moldur. 5 mol su, 5 molekul su, 5 həcm su. Əmsal 5'dir. Baxın, bu 2 hidrogen atomunun sayıdır. Ona görə də biz buna deyirik indeks. Bu 5 ümumi molekulun, yəni su molekulunun sayıdır. Amma bu 2 yalnız hidrogenə aiddir. Ona görə və bu 2 kiçik yazılır. Bu indeksdir. Və yaxud oksigenə heç bir şey yoxdur. Bir dənədir. Baxın, heç bir şey yoxdur. İndeksdir. Yenə birini də yazdım. Məsələn, 4 mol H3PO4. Bu 4 uşaqlar əmsaldır. 3'dür, bir dənədir, 4'dür. Bu da nədir? İndeksdir. Bu da belə. Sonra Emir haqqında sizə danışdım. İndi bir də var uşaqlar. Bura kimi dayandırım. Digər yerdə qalan hissələr ki var, onları da izahən verərəm. Burada deməli mən ümumiyyətlə necə keçirəm dərsləri uşaqlar. Mən hər dəfəsində indi Allah qoysa mövzuların izahını verəcəm. Ondan sonra əsasında test izahlarını verəcəm. Test izahlardakı birinci test toplusundan hər bir testin çox sadə dilli izahlarını verəcəm. Kim də nəyə başa düşməsə yorumlara yazar. Mənə lap belə WhatsApp nömrəmdə qeyd edəcəm orada. Oradan yazar. Nəyə başa düşməsə hamınız soruşun. Instagramda da açıq olacaq səhifəm. Yəni hamısını soruşun. Nəzəri hissədən hansı məlumat sizə yadda qalan deyilsə, hansı hissələr sizə tam belə aydın olmadısa, onları soruşun ki, mən də bilim ki, bu uşağın bu hissədə zəifliyi var. Və yaxud da testdə olanda, yəni belə utanmayan yorumlara da qeyd edin, vaxtım olduqca təbii ki, yəni çalışacağım ki, sizin suallarınızı cavablandırım. Hələlik bu qədər. Sağ olun.